Hər zamanki kimi bir şeylər baş verəndə bir insanlar bizə yazır ki, Nadim, necə olacaq bu işlərin axırı və hal-hazırdakı durumda Ramiz babanın siyasi məsələlərdən, dəhşətli bir durumlardan bəhs eləyən bir durumda insanların mən istərdim ki, sizə bir uyarı edeyim, bir bulum uyarıda. Bu siyasi məsələlər bizim işimiz deyil də, mən demişdim axı, nə qədər Cənab Əli bəy Nağıyev təhlükəsizliyin naziridirsə, o qədər heç nədən qorxmalı deyilik. Və əsas sözüm odur ki, biz zəlzələlər barədə düşünməliyik. Dünya olaraq çox böyük zəlzələlər gəlir.